Salam əziz mənim izləyicilərim. Mən bugün sizə Zara İspaniyadan necə sifariş vermək lazımdır bunu başa salacağım. Beləliklə əvvəlcə gəlirik konum hissəmizə. Konumumuzu Azərbaycandan İspaniyaya dəyişirik. Bu hissədə konuma daxil olacağıq və İspaniyanı seçirik. Bu arada İspaniyanın adı bizim dilimizdə deyildiyi kimi İspaniya yazılmır. Yazılışı biraz fərqlidir. Ona görə sizi çaşdırmasın. İndi mən sizə göstərəcəm necə yazılır onun adı. Və birinci olanı sadəcə qısa adla yazılan adı seçirik. Buradan vururuq və konumuzu dəyişirik. Davam etə vururuq. Mən buradan bir daha daxil oluram ki, konumu həqiqətən İspaniyaya dəyişdiyimdən əmin olum. Google Apple Pay ilə daxil oluruq. Və burada artıq görürsünüz, bizim konumumuzda İspaniyanı göstərir. Yəni Zara'nı biz artıq İspaniyaya dəyişdik. Zara'dakı daha doğrusu konumumuzu İspaniyaya dəyişdik və buradan gəlir ayaqqabılar olan bölməyə. Mən bugün özüm üçün ayaqqabı sifariş edəcəm. Buradan High Heels bölməsinə gəlirik. Yəni mən hündür taban ayaqqabı istədiyim üçün bir, yəni o ayaqqabıların hamısını içindən seçməyək deyə kateqoriyalara bölünür təbii ki ayaqqabılar. Hündür taban, babetlər, qış üçün sapaşkilər. Ona görə daha rahat olsun, daha tez olsun seçmək deyə o bölməni seçib oradan daxil oluram. Mən artıq seçmişəm, ona görə bu hissəyə gəlirəm və bu ayaqqabını seçəcəm. Buradan ölçümüzü seçirik. Və burada mən aşağıda çantanı görürəm. Bu çantanı da istəyirəm. Həm ayaqqabımla, gəlin bir daha baxaq. Çox gözəl görünür. Eyni ayaqqabı ilə dəsti. Həm dəst olduğu üçün, həm də onsuz da ayaqqabı sifariş etməliydim. Daha doğrusu çanta. Və mən seçdim. Bu hissədən gəlirik. Davam etə vururuq və bu hissədən belə bir xana açılır. Bu arada siz buradan hədiyyə qutuları da seçə bilərsiniz. Bunlar ödənişlidir. Belə printli, parıltılı, fərqli hədiyyə qutuları da seçə bilərsiniz. Lakin qeyd edeyim ki, bunlar ödənişlidir. Və burada qızlar belə bir, bu arada qiyməti 5.95 evro. Digər belə bir hədiyyə kartçkası, belə deyim, olan bir bölmə də var. Siz oradan eğer hediye alırsa, mən hediye almıram, lakin özüm üçün elə maraqlı gəldi və fikirləşdim ki, özüm üçün niyə də bunu etməyim, balaca bir üstündə kart yazıb qoysunlar. Özümdən özümə belə bir gözəl söz yazmaq istədim. Sən çox gözəlsən. Yanına da bir dənə buradan belə bir ürəklər qoyaq. Smaylar qoyaq və davam etə vururuq. Mən bunu özüm üçün skrin edib saxlayıram, çünki yoxlayacağım gələndə həqiqətən o yazını onun üstünə qoyublar yoxsa unutmayım deyə belə bir skrin edib özümdə saxladım. Hədiyyə qutusunun qiymətini orada görürsünüz qızlar, 5.95 evro. Və hər şey hazırda, artıq keçirik ünvanımızı buraya qeyd etməyə, Zara'ya, gəlirik Expargo'ya. Expargo'da İspaniya hissəsinə daxil olub. İspaniya, eyni buradakı qızlar, bu Expargo'dakı bizim İspaniya ünvanımızın belə deyim detallarını Zara'ya daxil edirik. Zara proqramına mən daxil olmuşam. Bu bizim telefon nömrəmiz. Daha sonra gördüyünüz bu poçt kodumuz. Yine kopyalayırıq və gətirib burada yapışdırırıq yerinə. İl olaraq qızlar burada Barcelona seçirik. Burada gördüyünüz adres hissəsinə adres line 1-i qeyd edəcəyik qızlar.
Burada görürsünüz. Şehir hissəsinə həmin bu bölmədəki biraz məndə çaşqınlıq yarandı. Görürsünüz, yazılıb City Town. Eyni bunu kopyalayıb yapışdırırıq. Bu burada şəhər olan bölməyə. Biraz qarışıqdır. Burada diqqətli olmaq lazımdır. Adres hissəsinə Expargo'da adres line 1-i qeyd edirik qızlar. Burada 2 dənə adres var. Biri adres line 1 və adres line 2 fikir verdinizsə. Yapışdırırıq. Və burada birinci olanı seçirik. Bu fikir verin bizim şəhərlə eyni olan hissə idi. Və sonuncu xanamız burada adres line 2-ni kopyalayıb oraya yapışdıracağıq. Gördüyünüz həmin bu xananı. Mən biraz yavaş-yavaş edirəm bunları, çünki diqqətlə hər şeyə baxmağı istəyirəm. Çaşqınlıq yaransın, nəsə bir səhv məlumat qeyd etmək istəmirəm. Və bütün xanaları doldurduq gördüyünüz kimi. Hamısını bir-bir və səliqə ilə diqqətli bir şəkildə doldurduqdan sonra davam etə vururuq. Və buradan yenə davam etə vuracağıq. Gəlirik burada artıq bu arada qızlar hədiyyə qutusu daha doğrusu paketinizi göndərmələri üçün belə bir qutu və bu ödənişsizdir. Bunu da daxil edirsiniz. Və artıq gələcək ödəmə hissəsinə. Davam etə vurub gəlirik ödəniş hissəsinə. Ödəniş hissəsinə öz kart məlumatlarımızı qızlar qeyd edirik. Burada kart debiti seçirik.